Salam kanalımızın değerli izleyicileri. Power BI kursumuzun bu dersinde Power Query Editor'da Refresh ve Advanced Editor'un ne olduğunu öğreneceğiz. Power BI desktop'umuzu gəlin açaq. Excel'imizi yükləyək. Baxın, iki dənə sheet var, yəni iki dənə səhifə var. Həmin Excel'imi açıram. İki dənə sheetdir. Sheet 1, baxın boşdur. Movies sheet isə, səhifəsi isə baxın, lazımlı məlumatlar olan səhifədir. Ona görə də mən burada Movies-i seçəcəm və Transform Data edirəm. Baxın, bura yükləndi. Mən buradan bir dənə də istəyirəm bundan yükləmək. Yenə Movies. OK edirəm bu dəfə. Baxın, gəlin bunu edək. Movies 1. Bu birisini isə baxın, üzərinə 2 dəfə vurmaqla aktivləşdirə və adını dəyişmək mümkündür. Bu şəkildə Movies 1 etdim və Movies 2. İndi burada misal üçün Movies 2-də bunun hər ikisi bilirsiniz də, bu Excel'dən götürür məlumatları, yəni bu Excel'i yüklədim. Gələk burada mən istəyirəm ki, Excel'imi açım. Buraya yazıram misal üçün test. Ctrl S. Baxın, burada heç birində hal-hazırı yoxdur. 54 sətirdir. O əlavə elədiyim test olan sətir heç birində görünmür. Məsələn, burada Movies 1-də gəlim Refresh Preview. Baxın, test 55-ci sətirdə mən bu əlavə elədiyim, baxın, test sözü, test olan sətir bura düşdü. Ancaq gəlirəm Movies 2-yə, hələ də burada o test yoxdur. Nəyə görə? Çünki Movies-in üzərində mən Refresh Preview elədim. Burada Refresh 10 edək. Baxın, artıq test sözü, test Movies 2-yə də düşəcək. Burada misal üçün mən yazıram. Test 2. Belə bir şey, Ctrl S yadda saxlayım. Və məsələn gəlirəm bura. Artıq baxın, hal-hazırda heç birində yoxdur. Hal-hazırda heç birində yoxdur. Nə bunda, nə də bunda yoxdur. Məsələn, bunun ixtiyari birinin üzərində gəlirəm. Refresh 10 edirəm. Refresh 10 edəndə artıq hər ikisinə düşəcək. Deməli, Excel faylı üzərində edilmiş dəyişiklik Power Query Editor'da da əks olunsun deyə biz Refresh Preview eləsək sadəcə həmin query'nin üzərində olacaq. Refresh 10 etsə isə bütün bu query'lərə tətbiq ediləcək. Və burada cancel refresh nədir? Məsələn, ola bilər data böyük ola, hər hansı bir səbəbdən refresh əməliyyatı uzun çəkə bilər. Və biz onu, məsələn, kompüterdə nəsə bir təcili işimiz oldu, əməliyyatı bitirmək istədik.
O zaman canlı cancel refresh ettirek. Yani refresh'ten imtina et. Sonra burada var properties düyməsi. Properties edəndə baxın, bunun haqqında baxın, misal üçün Movies 2-nin üzərində properties'i vurdum. Adını dəyişə bilərik. 222 qoya bilərik. Yazaq ikinci Movies. Məsələn, bunlara hələ ki dəyməyək. Yazıq ok. Adı dəyişdi və onunla birlikdə üzərinə gələndə bir tooltip qeyd ekrana çıxır. Baxın, ikinci Movies. Orada yazdığımız burada da çıxır. Bax, burada Movies 1-dir. Sadəcə adıdır. Susmaya görə öz adı çıxır. Ancaq burada isə Properties'dən verdiyimiz. Baxın, burada susmaya görə, yəni default olaraq öz adı çıxır normalda qeyd kimi üzərinə gələndə. Bunu da istəyirəm misal üçün dəyişim. Properties'ini vururam. 111. Burada yazıram. Azərbaycancası da çıxacaq, yoxlayaq. Əsas olan Movies. Baxın, əsas olan Movies. Properties'in də nə olduğunu gördük. Gələk Advanced Editora. Advanced editorumuz daha çox Power BI-na daha professional şəkildə işləyən, daha professionallaşmış insanların istifadə elədiyi bir hissədir. Yenə də məlumat verək. Baxın, biz etdiklərimiz hamısı Advanced Editorda M kodu vasitəsilə görünür. Baxın, bunlar M dilində kodlar olaraq əksini tapır. Baxın, source bu yerdən götürübdür. Faylımız bu yerdədir. Daha sonra onun sütunları haqqında, sütunların tipləri haqqında və s. burada məlumatlar çıxır. Sonra gəldik manage hissəsi. Məsələn, burada mən bu ikini delete edə bilərəm. Cancel vursam təbii ki imtina olacaq. Delete vurdum. Delete edəndə bəli görürsünüz silindi. Mən bunu yenidən əlavə edeyim. Üzərinə gəlim. Burada Movies 222. Aha. İkinci Movies. Bunu da belə etdik. Baxın. İndi burada menüdə denetə gördük. Duplicate və referans var. Gəlin görək bunlar nədir. Birinci baxacağıq duplicate. Misal üçün Movies 1-in ya da Movies 2-nin onsuz da eyni şeydir. Duplikatını çıxardaq. Baxın, duplikata çıxdı. Burada əsas olan budur. Duplikat budur, görürsünüz. Gəlin bunun üstünə yazaq. Movies 2 duplikat. Baxın. Duplikatını çıxartdım. Bunun propertiesine yazaq. Çetir. Hayır, sözü səhv yazdım. Bir dənə düzəldək.
Demek bu dublikattır. Düzdür. Üzerine de canında ikinci movies dublikatıdır. Dublikatıdır. Aha. Burada orijinalın üzerine canlıyorum. Yani bundan yazar. Bakın orijinalına dublikat. Burada orijinalın üzerine canlıç. Ve buradan istedim ki misal üçün konumlar kısmına remove, sağ düymə remove, sağ düymə remove. Baxın, sinitib. Gəlirəm duplikatın üstə. Duplikatda heç bir dəyişiklik yoxdur. Olduğu kimi. Deməli, duplikat orijinaldan asılı deyil. Baxın, burada sinitib. Nə dəyişiklik edirəmsə edeyim. Burada əksini tap. Gəmək burada Movies 1'i Movies 111 etdiyimizin adını dəyişək. Yazaq. Lütfen. Bu da oldu orijinal. Movies 111'in orijinal. Gəlin bunun bir dənə burada referansını çıxardıq. Bunu da istəyirəm propertieslə dəyişəm. 111'in olsun əsas prinsipi. Sözü yəqin ki referans. Aha. Bu orijinaldır. Movies 111'in orijinalı. Bu da Movies 111 referans. Düzdür. Orijinalın üzerine gəlirik. Və buradan konumlar sinirəm. Misal üçün. Bunu üçü də sinim. 2 dənə sütun cəmi məlumat qaldı. Gəlirəm referansa. Referansda da silinib. Baxın, orijinalda elədiyim dəyişiklik referansda da əks olunubdur. Deməli, duplikatla orijinalın da fərqini, duplikatla referansın da fərqini bildik. Həmin bu manage düyməmizin altındakı duplikatla referansin. Duplikat edəndə orijinal üzərində etdiyimiz dəyişiklik duplikata əks olunmur. Referans edəndə isə orijinalın üzərində etdiyimiz hər bir dəyişiklik referansa əks olunur. Bu qədər refresh və advanced editor haqqında deyəcəklərimiz bu qədər. Hər hansı sualın olarsa videonun altına rəy bölməsinə yaza bilərsiniz. Və əgər videoların faydalı gəlirsə bəyənməyi, kanalıma abunə olub çoxlu rəylər yazmağı, paylaşmağı unutmayın ki, çox insan baxıb faydalana bilsin. Vaxtınız üçün təşəkkür edirəm. Növbəti dərslərimizdə görüşənədək.